bizim efirimizin canlı nömrəsi də gözləyirəm efirdə geçsin. Mən deyən kimi bu geçsin efirdə. Və mən bugün tamaşaçılarımızdan zəng gözləyirəm və düşünürəm ki, bu günləri olan qonaqlarımız maraqlı olacaq. Amma bu işıqlarla bağlı doğrudan da mən istəyirəm İlqar müəllim burada olmaqla məni burada heç kimin verilişindən ayrı salmaq lazım deyil. Mən Tarix Əliyev Space televiziyasının rəsmi işçisiyəm. Və mənim verilişim bu kanalda bir lokomotivdir səhər-səhər. Kimsə məndən artıq burada aparıcı ola bilməz. Bu mənim mövqeyim. Çünki mən Vado müəllimin başda olmaqla Nəriman müəllimin verdiyi bütün əmrləri icra edirəm. Bu heç kimin xüsusi mal deyil ki, bunu buradan yığışdırıb apardılar. Ona görə də mənim əvadanlığım əgər varsa, mən özüm iki saymıram bunu. Bu nədir? Gəlib görürəm burada qurudur, elə bir ki, bu nədir? Bu nədir? Dünən burada hamısı işıqlıq idi. Bu nə özüm mənimsəməkdir ki, bunu? Gəlin, vaxtı uzatmadan mən istəmirəm o sənətkarımızı saxlayayım. Çünki gəlmədi. Mənə birinci xəbər edin burada nəsə olanda. Sözbət Aytacdan, Könüldən, bir də Sənandan gedir. Hamam suyuyla burada dost tutmayın, yaxşı? Mən bu verişi hamısından çox can yandırıram. Amma mənə xoş olmayacaq, xanım, siz mənim səsimi bu qədər, bu irad deyil. Bu mənim işçi mövqeyimdir. Siz bunu irad kimi görə bilməzsiniz. Mən buranın işçisiyəm, sizin kimim. Və siz istədiyiniz şeyi burada kəsə bilməzsiniz. Ona görə də mən çox xahiş edirəm ki, mənim verişimə hamıya necə hörmət qoyulur, mənə onlardan o qədər hörmət qoyulursa, ondan artıq yox. Neyniyirsə, ay qaqaş, səs rejissoru. Sən bura gələndə həmişə nə qədər səhvlərin olur sən? Neynəmək fikrindəsən, qaqaş? Sən də obruslar kimi mənimlə prinsip yaparsan bu kanalda. Hə? Yox, hər dəfə də belə üzr eləməyin. Hər dəfə olmur bu, bir dəfə olur bu. Hər dəfə belə şey olmaz mənə qarşı hörmətsizlik. Səhvən mənim verilişimə qarşı. Necəsiz Fəzəl mənim? Salam. Üzr istəyirəm, burada belə də bilirsiniz. Burada bəziləri burada monopol eləmək istəyir və mənə gücün göstərmək istəyir, alınmır. Çünki mən onlara tabi heç vaxt olmayacağım. Və olmuram. Mən burada iki insana tabiyəm. O da ki, başda Vado müəllim olmaqla Nəriman müəllim. Mən bura gələndə tolik idim ha. Sonradan gəlib tolik olmamışım. Bunu unutmayın heç biriniz. Mənim komandam daxil. Necəsiz? Tarix, salam, sabahın xeyir olsun. Mən açığı istəməzdim ki, elə verilişə başlayanda biraz əhval... Yox, burada televiziyanın özünün, yəni şəxsi space'in özünün burada bimləri var. Burada heç kim, işıq, nə bilim, rəhbəri, nə bilim, prodüser özündən qərar verə bilməz ki, mən bunu bu verilişdə görürüm. Bunu Nəriman müəllim deyə bilər ki, bu götürücü. Bunlar hamı özünə görə burada ağadılar, hamı özünə görə burada rəhbərdirlər. Mən başa düşmürəm, kim istəyir nəsə qoyur, nəsə istəyir götürür, ya eləmir. Yəni bu heç televiziyaya uyğun olmayan bir şey. Yeganə buradadır bu monopoli özlərinə edirlər. Amma mənə bata bilməyəcəyiz, biləsiz bunu. Necəsiz? Sağ olun, yaxşıyam. Yenə deyirəm, mən istəməzdim ki... Buyurun, buyurun. 10 dəfə demişəm, qonaq danışanda eləməyin. Əybi yoxdur. Bu səs rejissoru bunu bilə-bilə edir. Əybi yox. Sən də çox nahaq yerə etdin, Aytac. Sən mənim ağzımın yəsi deyilsən burada. Yaxşı. Buyurun müəllim, işləyirəm sizi. Təbii ki, yəni indi biz qonaq dəvət etmişsə, indi qonaq nəsə bir kəlmə danışmaq istəyirəm. Şərait yaratmaq lazımdır ki, bir tamaşaçılarla bir salamlaşsın, bir... Bu, bunların qeyri-peşəkarlığıdır, mən bilirəm. Mən onu bilmirəm nə dərəcədədir, amma mən istəyərdim ki, təbii ki, hər hansı bir verilişin yüksək səviyyədə ərsəyə gəlməsində bir başda aparıcı olmaqla bir komanda olmalıdır, bir ekip olmalıdır ki, və veriliş də mükəmməl şəkildə ərsəyə gəlsin. Çünki tamaşaçı heç bilmir ki, kanalda nə baş verəcək, amma tamaşaçı